Energetika naziri Pərviz Şahbazov layihələrlə bağlı Dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. 25 meqavatlıq Şəms 1 layihəsi müəyyən edilmiş bərpa olunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. CEI Naxçıvan MMC tərəfindən artıq 10 meqavat gücündə günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Şəbəkə infrastrukturunun inşası yekunlaşdıqdan sonra stansiya istismara veriləcək. Layihə çərçivəsində hazırda 218 nəfər işçi çalışır. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək. Prezident İlham Əliyevə CEI Naxçıvan MMC-nin daxil olduğu ACEK şirkətlər qrupunun ölkəmizdə icra etdiyi digər layihələr barədə də məlumat verildi. Dövlətimizin başçısı gücü 25 meqavat olan Qərbi Üfüq Günəş elektrik stansiyasında görülən işlərlə tanış oldu. Enerso MMC tərəfindən stansiyanın inşası ilə bağlı topoqrafik işlər artıq tamamlanıb. Geoloji tədqiqat işləri isə davam edir. 2026-cı ilin sonunadək tikinti işlərinə başlanılması nəzərdə tutulur. Layihənin bərpa olunan enerji mənbələri ərazisi olaraq müəyyən edilmiş 50 hektar sahədə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat saat elektrik enerjisi istehsal olunacaq və bu 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır. Ümumilikdə Naxçıvanda 688 hektar torpaq sahəsi günəş elektrik stansiyalarının tikintisi məqsədi ilə bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən edilib. Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 2070 meqavatdır. Bunun da 108 meqavatı, yəni 5,2% Naxçıvanın payına düşür. Şəms 1 və Qərbi Üfüq stansiyalarının istifadəyə verilməsi ilə bu rəqəm 158 meqavat olacaq.